dəhşətli, ən deməli, amansız repressiv rejimlərdən biri olan ölkəyə çevrildi. Azərbaycan Avropa Şurasına daxil olanda ölkədə nisbi də olsa demokratiya vardı. Ölkə yarım demokratik bir rejim kimi, bir idarəetmə sistemi kimi dəyərləndirilirdi. Amma indi 25 ildən sonra biz bu faktın qarşısındayıq ki, Azərbaycanın Avropa Şurasına üzvlüyü dayandırılıb. Ölkədə sərt avtoritar rejim var. Ölkədə yüzlərlə siyasi dustağın olması artıq sanki adi hal alıb və çox təəssüf həm ölkə vətəndaşları, həm də beynəlxalq təşkilatlar bu dəhşətli fakta sıradan bir statistika kimi baxırlar. Azərbaycan hakimiyyətinə qarşı sərt addımlar atılmalı. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etməli. Azərbaycan dövləti, Azərbaycan hökuməti imzaladığı beynəlxalq konvensiyalara əməl etməli.